Xəstəmiz Lənkərandan gəlibdir. 5-ci günümüzdür. Xəstədə göbək düşməsi və mədə sallantısı və müalicə suyu ilə əziyyət çəkir. Özünüzü necə hiss edirsiniz? Özümü tam yaxşı hiss edirəm. İlk gələndə mənim müraciətim göbək düşməsi, mədə sallantısı və müalicə suyunu bədəndə özünü necə hərəkət elətdirirdi. Qəbizliyində həddindən artıq çox idi. O gündən bu günə özünü necə hiss edirsən? Çox yaxşı hiss edirəm, çox rahat hiss edirəm. Normal yemək yeyə bilirəm. Özümü yaxşı hiss edirəm, gümrah. İlk gələn gün çox narahat idim. Ağırlaşma vardı, yemək yeyə bilmirdim. Özümü çox pis edirdim. Müalicə məni narahat edirdi. İştahım kəsilmişdi, şükür Allah iştahım da yerindədir, çox sağ ol. Yaxşıyam, əlayım. Əvvəl müalicə alırdı, mədəsindən və öddən müalicə götürmüşdü. Öddə durğunluq var. Maşallah ki, çox yaxşıdır bədəndə. Özüm də onu hiss edirəm. Özündən eşitmək daha da yaxşıdır ki, bizim üçün. Çox sağ ol. Özündən müayət ol, hələ davam edəcək inşallah ki. 2 gün